Xoş gördük, dəyərli Azad Söz izləyiciləri. Yəqin ki, Tükəzbən Əliyevanı tanıdınız. Əvvəlki verilişlərimizdə bir neçə dəfə o Azad Sözdə çıxış etmişdi. Oğluna Sabunçu rayon polis idarəsinin işçisi, adı nə idi? Yasin Umudov. Yasin Umudov narkotik satdırırdı. Sıravi bir serjant deyil, zabit idi də. Polis oğluna narkotik satdırırdı və həmçinin də ki, işverən kimi istifadə etdirmək istəyirdi. Başqalarına narkotik satıb, sonra da onları şərləyib, tutmaq və beləcə də onlardan pul almaq. Həmən Yasin Umudov, Tükəzban xanım həbs olundumu? Nə cəza verildi ona? Həbs olundumu? Yəni, bunun narkotik satması faktlarla, sizin şahid ifadənizlə və eyni zamanda mesajlaşmalarla hamısı ilə sübut olundu. Siz dediniz ki, məni Bakı şəhər Baş Polis İdarəsinə bir neçə dəfə çağırdılar, generallarla söhbət etmişsiniz. Yasin Umudov, narkotik satdıran polis həbs olundu mu? Son sizdən xəbər alaq, söhbət bu şəxsdən gedir. Buyurun, söz sizə verirəm. Salam, hər vaxtınız xeyir olsun. Xeyr, Yasin Umudov həbs olunmadı. O sadəcə daxili işlər orqanlarından xaric edildi. Dəqiq bilirsiniz, xaric edilibdir, yoxsa sizin də başınız? Bəli, mənə rəsmi cavab gəlib. Təhqiqatlar İdarəsinin rəisi general Elmar Qasımovun imzası ilə ki, işində gördüyü nöqsanlara görə orqanlardan xaric edilib. İşində verdiyi nöqsanlara görə. Yəni, narkotik satdırmaq sadəcə işdən nöqsan verməkdirmi, yoxsa cinayətdirmi bu? Ona konkret olaraq, mən bunu hardasa 3-4 gündür artıq bilirəm. Prezident administrasiyasında mən qəbulda oldum. Orada Fuad müəllimin köməkçisi Gülnar Rəsulova adlı xanım məni qəbul elədi. Orada 10 nəfərə yaxın adam oturmuşdu. Daxili İşlər Nazirliyinin əməkdaşları da var idi orada. Prokurorluğun əməkdaşı da və başqalarını tanımırdım. Mən o otağa girməmiş, istəmirdilər ki, mən 29-cu otağa girim. Məni 27-ci otağa saldılar və cənab general Elmar Qasımovun yanına göndərirdilər. Hətta telefonda belə danışdılar onunla. O deyirdi ki, gəlsin, mən qəbul olum. Onlar istəmirdi ki, mən o otağa girim. Amma mən o otağa girdim və sağ olsun Gülnar xanım mənə imkan verdi, məni dinlədi. Mən bütün sözlərimi dinlədim ağlayaraq və rəsmi şəkildə də kağız məktub yazıb vermişdim ki, mənim səsim 7 aydır mən bir ana olaraq həyatımı təhlükəyə atıb övladımı qorumaq üçün 7 aydır tək başına hüquq mühafizə orqanları ilə mübarizə aparıram. Amma nə yazıq ki, mənim səsim nə cənab prezidentimizə, nə xanımımıza, nə də Daxili İşlər Naziri Vilayət Eyvazova olduğu kimi çatmır. Orada da xanım polisdən ya Daxili İşlər Nazirliyindən bilmirəm, gələn rapor idi, əmr idi, nə idi, onu dəqiq bilmədim. Aldı, oxudu və axırda dedi ki, burada qeyd olunmayıb narkotika. Mən orada mənə əmin oldu ki, bunlar narkotikanı qeyd eləməyiblər. Mən Daxili İşlər Nazirliyinin Təhqiqatlar İdarəsinin əməkdaşı işə aparanlardan biri Elnur Salmanova da çıxıb demişdim ki, cənab prezidentimizə birbaşa canlı müsahibə verərək Daxili İşlər Nazirliyinə, Vilayət Eyvazova birbaşa müsahibə verərək deyəcəyəm ki, necə olur narkotika satan polis əməkdaşı orqanlardan xaric olunur, o həbs olunmur. Zaten narkotika satan polis əməkdaşı... Niyə həbs olunmuyubdur? Nə düşünürsünüz ki? Niyə həbs olunmuyubdur? Çünki onun arxasında onu qoruyanlar var. Bunlar pulla bu məsələni örtbasdır eləyiblər. Və mən dünən... Yəni, Yasin Umudov kimə pul verib düşünürsünüz ki? Baş Polis İdarəsinə, Təhqiqatlar İdarəsinə, Baş Polis İdarəsinə. Bəli, mən belə fikirləşirəm. Təkcə pul veribmi düşünürsünüz, yoxsa yəni başqaları da bu narkotik satdırmanın içərisindədir polis nazirliyi orqanında? İlk dəfə 7 aydan sonra mənim oğlum hal-hazırda da reabilitasiya mərkəzində müalicəsini davam etdirir. Amma biz onun dişlərini düzəltdiririk, onu maşınla aparıb götürürlər. Dünən həkimdən sonra mən onu evə gətizdirdim. Anam gilə gətizdirdi. İlk dəfə mən uşağımla söhbət elədim bu barədə. Bu videolardan da o xəbərsiz idi. Mən ona göstərdim, dedim, bax 7 aydır mən mübarizə aparıram. Sənə görə, səni qorumaq üçün. Övladınız nə dedi? Üzr istəyirəm. Övladınız nə dedi? Mən orada dedim ki, Yasin Umudov tək olmayıb. Onun yanında Caşın Cinayət Axtarış Şöbəsinin rəis müavini Rəşad və Əli adlı əməkdaş da olub. Hamısında üçü bir yerdə olublar, oğlum dedi, yanlarında olub. Sadəcə narkotikanı çıxardıb oğluma təhvil verən Yasin olub.
Amma yanında olublar, iştirak ediblər. Onlar da bütün bu məsələlərdə hamısında Yasin Umudovun yanında olublar. Ya Rəşadı mən hər yerdə qeyd eləmişəm, amma Rəşadı aradan çıxardıblar. Rəşad heç yerdə adı getmir. Rəşad vəzifəsində davam eləyir. Həmçinin də Əli. Və düşünürsünüz ki, Yasin Umudovu da həbs eləmirlər ona görə ki, həbs olunsa o kimlərinsə adını verə bilər. Ya necə? Bəli, bəli. Çünki o tək deyil bu işdə. O ən sonda da 21 aprel danışığında da mənə demişdi ki, mən bunları öz başına eləmirəm. Mənim arxamda o mənə idarə rəisim deyirdi, şöbə rəisim, idarə rəisim deyirdi. İndi mən vəziyyətdən belə başa düşürəm ki, həqiqətən də o düz deyir. Çünki onu qoruyurlar. Mən ağlayaraq idarə rəisinə elə sözlər deyirəm, müavini vasitəsilə, elə səslər çatdırıram, elə fəryad eləyirəm ki, nə deyirəmsə deyimdə bunlar heç bir reaksiya verməyiblər. Amma yayda iyul ayı idi. Mən əsəbləşmişdim. Onlar mənə oğluma hədiyyələr almışdılar. Uşağın 2 aylıq elə bir müsahibədən sonra Baş Polis İdarəsində cənab General Vaqif Əhmədov məni qəbul edəndən sonra dedi ki, 2 aya sən oğlumun bu vəziyyətə çatmasının səbəbkarı polisdir. Bizim polisdir, bizik. Sən istəsən də istəməsən də onun 2 aylıq malıcasını biz ödəyəcəyik. Orada mənə belə deyildi. Mən buna razı olmadım. Dedim ki, siz mənim başıma belə qatırsınız. Dedi, sən istəsən də istəməsən də biz bunu edəcəyik və mən razı olmaram ki, o mənimlə çiyin-çiyinə bundan sonra orqanlarda işini davam etdirsin. Ən sərt, ən ağır dedi, cəza verilməlidir ona. İşdən çıxarmaq nədir ki, bu dəqiqə mən onu işdən çıxardaram. Hətta sərəncama götürmüşdülər onu. Amma ən sərt dedikləri cəza onların budur. Dünən mənə səhər ona qalmış Təhqiqatlar İdarəsinin işi aparanlardan biri icraçı Vəli adında şəxs, familiyasını bilmirəm. Mənə zəng vurdu ki, cənab general sizi qəbuluna çağırır. Mən dedim, nə məsələ ilə əlaqədar? Dedi ki, bu məsələ ilə əlaqədar siz yenidən şikayət eləmişsiniz. Mən də dedim ki, bəli, o orqanlardan xaric olunub, nizam-intizam qaydalarını kobud pozduğuna görə siz ona tənbih vermişsiniz. Nə deyirlər ona? Nəsə deyir. Töhmət vermişsiniz siz ona. Narkotika işinə ümumiyyətlə siz baxmamısınız. Baxsaydınız cənab nazir o an həbs qətimkar tədbiri seçilərdi. Nəysə mən ora taksi zakaz verib o idarəyə getdim. Cənab general məni qəbul elədi. Mən sakit yerimdə oturub dinləyirdim bunu. Dedi ki, həqiqətən də icraçılar deyirdi ki, xanım Ziyalı, alicənab mədəni xanımdır. Həqiqətən də siz eləsiniz. Mənə sənəd göstərirdi əlində. Bax deyir, Yasin Umudovu ailəsi əziyyət çəkib, 5 il akademiya oxutdurub. O mənə elə deyəndə dedim, başa düşmürəm. Biz övladımızı nə eləmişik ki? Mənim övladımı küçələrdən tapmışsınız. Mən də oğlumu tək başına ana, nənə, baba himayəsində oxudub həkim stomatoloq eləmişik. Mənim oğlum da ali təhsillidir. Sənin şərəfsiz polisin bandit çıxıb, narkotika satışı ilə məşğul olub deyənə, ona nə dəxli var ki, o oxuyub, oxumayıb? Cənab prezident o boyda generalları çürüdür damlarda, dəmir barmaqlılar arasında. General bəyim ali təhsil almayıb. Mən bunu ağlayaraq deyirdim. Sonra başladı, dedi ki, görürsünüz biz onu xaric eləmişik. Mən dedim, o xaric olunmamalıdır, həbs olunmalıdır və o tək deyil. Dünən mən Əlini bilmirdim. Qəbuldan sonra oğlumla görüşəndə oğlum mənə dedi ki, Əli də yanlarındaydı. Dedim, Rəşad ümumiyyətlə işini davam etdirir vəzifəsində. Cənab generala bunu dedim. Elə deyəndə mənə dedi ki, Yasin Umudov sənin oğlun vasitəsilə sənin oğlun vasitəsilə narkotikaya meyilli, narkotika istifadə edən uşaqları tutub basıb. Mən də dedim ki, kimi tutub bu vaxta qədər o? Mesajı var mənim əlimdə. Yazıb ki, malı gətirirəm, adamı hazırla. Pullu olsun, cındır olmasın. Burada dedim, əgər tutursa, həbs edirsə narkotika meyilli adamı ya. O pullu adam nə üçün axtarır? Oğlumla dünən açıq şəkildə özümü söhbət elədim. O dedi ki, Yasin Umudov mənə götürüb mal verirdi. Birinci telefonda danışarkən oğlumla. Deyib, sən bizə iş gör, bizim üçün narkotika sat, pullu adamlara tap, həm sat, həm də onlardan pul alaq. Sənin özünə də mal verəcək. Yasin Umudov adlı şərəfsiz polis əməkdaşı və onun yanında olan işbirlikçiləri Rəşad və Əli mənim oğluma istifadəsi üçün götürüb mal veriblər. Uşaq deyir ki, artıq onlar mənim arxamdaydı. Mən də bunu gizlətmirəm. Narkotikaya meyilli uşaqdır. Narkotikaya meyilli uşağa götürüb açıq aydın heroin, metavitamin, kakos deyilən bir narkotik vasitə verib. Maddiyyat qazanmaq üçün sən özündə bunu istifadə elə, arxamdayam, heç kəs səni tutmayacaq.
Oğlum deyir ki, mən artıq onların telefonunu götürmürdüm. Bəli, bunu düz deyir. Yasin Umudov mənə zəng vururdu ki, Salih telefonlarımı götürmür, kəndə nəzarətə gedirəm ona. Mən inanıb ona nəsə eşitmişəm deyirdi Salihdən. Mən də qorxuya düşüb uşağımla danışıb yerini deyirdim Yasin Umudova. Oğlum deyir ki, mənim heyim yox idi artıq. Mən onlar üçün iş görə bilmirdim. Deyirəm, bəs deyirdin, özlərini eləməyeydin də. Deyir, onu eləyə bilmirdim də, məni həbslə qorxudurdu. Bilirdim, Bu şəxsdən söhbət edir. Bu Adil adlı, Adil deyə bu şəxs ölüb artıq. Adil adlı işverənləridir onların. Ona da eynən oğlum kimi narkotik satdırırdılar. Həmin uşaq narkotik vasitənin dozundan fevral ayında rəhmətə getdi. Bizi də yəni, bəlkə də artıq veriblər, nəysə danışa bilərdi deyə, yəni dozunu artıq veriblər, bir yerdə olublar, nəysə öldürmüşlər, ölümlərdi yəqin. Və bunları haqqında danışmışıq biz, amma yəni siz necə düşünmürsünüz ki, deyirsiniz mənim səsim Vilayət Eyvazova çatmır. Əgər sizin sətiniz gedib prezident aparatına çatıbsa, o kabinetdə orada iclas təşkil eləyiblər, görüşlər təşkil eləyiblər sizlə, bu məsələ ilə bağlı şikayətlər, generallar toplaşıbsa prezident aparatında, necə ola bilər? Prezident aparatından sizin məsələniz gedir, Daxili İşlər Nazirliyindən şikayət, Daxili İşlər Naziri Vilayət Eyvazov bundan xəbəri olmur. Demir ki, yəni bu qadın nə danışırdı? Harda nə danışıb ki? Bu qadın fəryad edir. Amma bu videolar onun qarşısına çıxmır. Mən ayın 23-də, noyabrın ayın 23-də əsəbləşmişdim. Mən getdim, Daxili İşlər Nazirliyinin pləkanlarına qalxdım. 3-4 pləkan qalxdım, polislər mənə yaxınlaşdı. Qabağında da avtomatlı polislər dayanmışdı, polis əməkdaşları. Mən ağlayaraq, orada qışqırmırdım, ictimai əsayişi pozmurdum. Ağlayaraq deyirdim ki, mən 7 aydır şikayət eləmişəm Daxili İşlər Nazirliyinə, cənab Vilayət Eyvazova. Ona olduğu kimi deyilməyib. Oğluma narkotika satdıran polis əməkdaşları... Siz hardan bilirsiniz ki, olduğu kimi deyilməyibdir, Tükəzman xanım? Yəni, sizə deyiblər ki, biz Daxili İşlər Nazirinə belə söz demişik. Daxili İşlər Nazirliyinin əməkdaşının Təhqiqatlar İdarəsini işə aparan Elnur Salmanova mən səs atdım, dedim ki, birbaşa çıxıb yenidən cənab prezidentə və cənab nazirə müraciət edib deyəcəyəm ki, necə olur, narkotika satdıran polis əməkdaşı azadlıqda gəzir, orqanlardan xaric olunur, onsuz orqanlardan xaric olmalıydı. Elə deyəndə mənə əməkdaş Elnur Salmanov səs atır, səs yazısı da məndə var onun. Mənə deyir ki, biz onun nizam-intizam davamiyyət tənbehini araşdırıb cənab nazirin qabağına qoymuşuq. Mən ondan bilirəm ki, cənab nazirin xəbəri yoxdur bundan. Xəbəri var. Yəni, mənə elə gəlir ki, xəbəri var. Sadəcə olaraq Azərbaycanda polis cəzalandırılmır. Yəni, həbs olunmur etdiyi cinayətlərə görə. Bu da mənim fikrimdir, dedim. Bilinsin. Görək indi. Əlavə sözünüz varmı? Bəli, cənab prezidentimizə, Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyeva, birinci vitse xanımımız Mehriban Əliyeva şəxsən müraciət edirəm. Mənim səsimi eşidin, cənab Vilayət Eyvazov, mənim səsimi eşidin. Sizə deyilənlər kimi deyil bu. Mən oğlumu ölümdən qurtarmışam. Mən də oğlumu əzab əziyyət çəkib həkim stomatoloq böyütmüşəm. Polis maddiyyat qazansın deyə, narkotika satsın deyə böyütməmişəm. Bu işin içində olan 2 əməkdaş gizlədilib, ümumiyyətlə aradan çıxardılıb. Bəs bu vətəndaşın haqqı kasıbın balalarının cibindən aralarında o qədər ali savadlı oğlan, övlad olur ki, məsələn, mənim övladım kimi yolunu azmış övladlar olur. Onların ciblərindən nəşə, adi nəşə tapırsınız siz. Bir 3-4 büküm də ciblərinə qoyub, basırsınız 5 al, 7 il, 5 il cəmaatın balalarını həbs edirsiniz. Və burada sübut var mənim əlimdə, pullu adam axtarır, götürür uşağımı öz istifadəsi üçün onun müqabilində narkotika verir. Bu gəncin həyatını fikirləşmir. Bu Yasin Umudov, Rəşad və onun işbirlikçisi Əli necə olur azad olunmur? Ən birincidən də bizi idarəyə aparanda oğlum güya həkim stomatoloq işləyir, diplomsuz həkim işləyir. 10.000 tələb edirdilər bizdən. Heç bir əsası olmadan getdim, bunu sübut elədim. İdarədə idi bu. İdarə rəisinin bundan xəbəri yoxdur. Onlar kətdən narkotika satan Ədalət adlı şəxsdən də Yasin, Rəşad və Əli. Onu aparıblar idarəyə, 2000 manat pul alıblar, işinə davam elə. Bundan idarə rəisinin xəbəri yoxdur. Bu cinayət deyil, narkotika satandan haqq alır ki, işinə davam elə. Narkotik ticarəti gücləndirir, yayır, cəmaatın balalarını bədbəxt eləyir. Bu şərəfsizin düz olan polisə aid hansı qanuna əməli var?
Onun işdən azad olunmasına Yasin Umudovun birinci növbədə polis ictimai əsası qoruyur. Ailə məişət pozğunluğu etməsidir. Yasin Umudovun ailəli ola ailəsini gizlədib, subay kimi özünü təqdim edib, bir qadınla sevgi, eşq yaşayıb. Bunun bütün sübut faktları da Daxili İşlər Nazirliyinə, Baş Polis İdarəsinə, Təhqiqatlar İdarəsinə, idarə rəisinə hamısının sübut mesajla onun etiraf elədiyi səs yazısı ilə belə verilib. Daxili İşlər Nazirliyinin əməkdaşı Elnar Salmanov gecə 11-ə qalmış mənə zəng vurub, həmin qadının Yasinlə alt paltarında şəklini də məndən istəyirdi. Ortada onları sübut eləyəcək qədər fakt ola. O qədər dərindən araşdırılıb ki bu məsələ. Yasin Umudovun işdən uvalet olunmasına tək bir səbəb o idi. Bəs onun narkotika satması üçün cəzası mənim oğlum 7 ayda əziyyət çəkir. Dünən o qədər mən ağlamışam, ona qulaq asmışam. Oğlum deyir ki 6 ay mən elə bilirsə elə belə sağalmışam. Bu uşağın axı fəryadı. Uşağı artıq izləyirdilər. Deyir ki mən onlar üçün elə bir... Övladınız indi hardadır? Nədir? Övladınız hardadır indi? Reabilitasiya mərkəzində. Aydın, mən Təhqiqatlar İdarəsində cənab general gördüm ki, məni alçaldır, haqsızlıq eləmək istəyir mənə. Mən dedim ki, sizi dinləmək istəmirəm. Otağı tərk etmək istirdim, icazə vermirdilər mənə. Dedim, mən sizi dinləmək istəmirəm. Otaqdan çıxdım, monitordan çıxanda bağlı şişələrdir də, açmırlar qapını ki, general səni dinləyəcəksən, bir dəqiqə qayıt. Mən dedim ki, məni burada heç bir qüvvə artıq saxlaya bilməz. Mənim sumkamı vermirdilər, mən oradan çıxım. Çantamı mənə vermirdilər. Mən artıq əsəbləşmişdim, özümü kontrol edə bilmədim. Dedim, bu dəqiqə çıxıram buradan özümə maşın altına atmağa. Elə də elədim. Mən oradan çıxdım, gedirdim özümü maşın altına atmağa. Sonra yolda taksidə fikirləşirəm ki, mən ölsəydim, mənim balamın aqibəti, mənim uşaqlarım nə olacaqdı? 5-6 polis mənim qollarımdan tutub. Cənab nazir, sən bu görüntüləri al bax yinə. Ana fəryad eləyir. Mənim yalan olsam, əlimdə sübutun faktım olmasa, mən 7 ayda orqanlarda göz yaşı tökürəm, məni alçaldırlar. İdarənin rəisi axırıncı dəfə qəbulunda olarkən mən anamla mənə dedi ki, mən dedim ki, sən vəsadət vermirsən də, sən vəsadət verməlisən ki, prokuror onu tutsun. Dedi, sən mənimlə dost ol, dostluğu pozma. Mən səni prokurorun qəbuluna göndərəcəm, kömək eləyəcəm tutulmasında. Elə də oldu. İbrahim Lemberanski, Sabunçu rayon prokuroru məni qəbul elədi. Yanında da bir 30-35 yaşında cavan oğlan müstəntiq oturmuşdu. Mən oturdum, başladım mənə nağıl oxumağa. Mənə deyir ki, Yasin Umudovun üstündə narkotik olmasa mən onu necə tutum? Dedim ki, mesaj fakt var mənim əlimdə. Deyir, hə, mən mesajı deyəcəm buna. Deyəcək ki, mesajları zarafatla yazmışam onlara. Elə prokuror olar. Hamısı aciz qalıb Yasin Umudovun qabağında. Çünki pulla bunlar qrup bavoydu, tək görməyib bu işi. Hamısı pulla bağlayıblar. Sonra mənə dedi, Yasin Umudova səni ərə verək. Sənin mağazində tükan istəyirsən, Maçdağada sənin mağazinin olsa yaxşı olar. Nə bilim nə. Yersiz suallar. O qədər məni alçaldırlar ki. Aydındır. Cənab Prezidentim, Daxili İşlər Nazirliyi, Vilayət Eyvazov, mənim sesimi eşidin. Mən prezident aparatına rəsmi şəkildə məktubumdan əlavə bir məktub da verdim. Gülnar xanımın məktubu oxudu. Orada da qeyd eləmişəm ki, mənə və mənim oğluma Allahın verdiyi ölümdən başqa sui-qəsd formasında mən və oğlum ölərsə, bilin ki, bunu idarənin rəisi Cavid Muradov elətdirir. Çünki biz hər dəfə onun qəbulunda özüm tək və anamla olanda deyir mənə ki, sən falan yerə getmisən, falan yerdə söhbət eləmişsən, falan küçəyə getmişsən, falan kəslə danışmışsan. Mənim bütün ətrafımı araşdırırlar. Bunlar məni nə üçün araşdırır bilmirəm. Mən də belə fikirləşirəm ki, bunlar məni öldürmək istəyir. Çünki mən susmuram və susmayacağım da, məni sustura bilmirlər. Mən dövlətdən pul istəmirəm, mal istəmirəm, torpaq istəmirəm. Mən haqqı, ədaləti tələb edirəm. 22 yaşlı gəncin başına gətirib ona ağır ölümünə səbəb olacaq bir səbəb deyib Yasin Umudov. Uşaq gedib narkobarana damarını deşdirib. Həmin narkobaran mənim sizin canlınızda müsahibəmdən sonra həbs olundu. 30 ilin narkobaranı. Mən müsahibədə deyənə qədər bunu Sabunçu polis idarəsi bilmirdi, o narkotika satandı. Mən bunları necə yalandan deyə bilərəm? Mən susmuram, fəryad edirəm. Hala getirəm hər yerdə kişilər, oğlanlar, hamısının qabağında alçalırım, göz yaşı tökürəm. Nə qədər mənim başıma boyun açacaqlar. Həyatım belə təhlükədədir. Mən evimdən çıxarkən telefonumu evdə qoyuram, telefonumu belə yanımda aparmıram. Belə haqsızlıq, ədalətsizlik olar. Təyin eləyib də cənab prezident, o boyda aparatda
10 nəfərə yaxın adam var idi orada. Məni dinlədilər, qulaq asdı. Xanım dedi, narkotika niyə qeyd olunmayıb burada? Çağırıb mən o boyda general deyir, ona ailəsi bejiləziyi çəkib, oxuturub. Bu cəmaatın balaları mənim ali savad almır. Nə oyunlar açırsınız siz cəmaatın başına? Mən Türkiyədə bizim qohumlarımız yaşayır. Mən Türkiyədə Gülman Rəsulovun verdiyim məktubun ölümlə bağlı birini də rəsmi şəkildə yazıb atmışam WhatsApp vasitəsilə. Türkiyə mediası hal-hazırda bu məsələni nə üçün paylaşa bilmir? Onlar deyir ki, həmsınlar rəsmi cavabları bizə ver, sonra Ərdoğana müraciət elə rəsmi şəkildə Ərdoğan sənin cənab prezident və İlham Əliyeva özü şəxsən bu məsələni desin, haqq ədalət yerini tapsın. Mən gör nə vəziyyətə çatmışam. Azad ölkənin bədbəxt vətəndaşlarıyıq biz. Qalib gəlmiş ölkənin bədbəxt vətəndaşıyıq. Cənab prezidentim İlham Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, mən Azərbaycanın ləyaqətli polisinə nə daş atmışam, nə də ləkə vurmuşam. Mənim oğluma narkotik vasitələr satdığını mən telefonda sübut olaraq görmüşəm. Mən ona görə sizi şikayət edirəm. Mən ləyaqətli Azərbaycan polisini nə daş vurmuşam, nə də ləkə atmışam onlara. Bəs mənim səsim nə üçün çatmır? Haqq ədalət nə üçün yerini tapmır bu ölkədə? Təşəkkür edirəm Tükezban xanım. Minnətdaram. İzləyəcəklər, görək yenə. Çox sağ olun. Xahiş edirəm bunu Azad sözün bütün platformalarında. Sənə də təşəkkür edirəm ki, sənin şəklin hal-hazırda Sabunçu Polis İdarəsinin qabağındadır və sən axtarışdasan. Ar olsun bu ölkənin prokuroruna, ar olsun bu ölkənin Baş Polis İdarəsinə, ar olsun bu ölkənin Sabunçu Polis İdarəsinin rəisinə ki, bir ana səsim 2 dəfə müraciət elədim, çünki səsim çatmırdı. İşim mənə pul təklif eləyərək bağlamaq istəyirdilər. Səsim, indi ki mənim səsim çatıb bütün orqanlara, mən yenidən azad sözə. Bəzən bu kanallarda dövlət əleyhinə sözlər də danışır. Utanın ki, mən yenə çarəni ölkə başçısına, cənab nazirimizə çatmaq üçün birbaşa azad söz kanalında müraciət edirəm. Çünki prezidentimin... Eşidərlər yəqin, yəni bu videonu da görərlər yəqin. Siz mənim şəklimi Sabunçu rayon polis idarəsinin qarşısında görmüsünüz. Niyə ki? Bəli, sizin şəkliniz oradadır, siz axtarışdasınız. Yəni siz özünüz görmüsünüz bunu? Bəli, bəli. Mən əvvəllər bu şəkli yaymışdım. Bəzilər dedilər ki, yalandır, özü qoşubdur. Şahid... Özləri də deyirlər ki, siz orada axtarışdasınız. Amma utanırlar ki, bir ana nə üçün müraciət edir azad sözə? Nə deyirdiniz, başa düşmədim. Mən narkotik satmışam, yəqin ona görə məni axtarışa verirlər, cinayətkaram mən. Bilmirəm, deyirlər ki, siz dələduzluqla axtarışdasınız, mən belə bilirəm. Mən onu demək istəyirəm ki, bunlar bunu belə deyirlər, amma bir ana, mən sənə indi canlı efirə qoşulmamışdan əvvəl, haradasa 2 həftə əvvəl, bax, dünən getdiyim generalın idarəsinə də, Baş Polis İdarəsinin cinayət axtarışının rəisinə də, Sabunçu Polis İdarəsinin rəisi Cavid Muradova da səsimi atmışdım. Demişdim ki, yenidən birbaşa cənab prezidentimə müraciət edəcəm. Bunlar hamısı oxudu, sustu. Bunlar açıq, aydın mənə imkan verir ki, çıx orada nə istəyirsən söz və diginə. Onsa səsini buradan prezidentə çatdırmırıq biz. Aydındır. Oradan deyirlər ki, dövlət əleyhinə danışılır. Nə bilim, nədir? Oradan da qadına, anaya... Sizin biz dövlət əleyhinə danışırıq deyərkən, sizin şikayətinizi bax belə səsləndiririk. Sizin övladınızda elə mənim ora şəklimi asan Sabunçu rayon polis idarəsinin işçiləri narkotik satdırıbdır. Yəni, onların şəkilləri həmən o axtarışda olanların siyasında olmalıdır və yaxud elə həbsdə olmalıdırlar. Mənim şəklim niyə orada olur? Mən ki, cinayətkar deyiləm, mən ki, narkotik satdırmamışam. Mən sizin kimlərin səsini efirə verirəm ki, mən problem var ki, mən də deyirəm ki, ölkə başçısı eşitsin, nazir eşitsin. Bəli, təşəkkür edirəm. Təşəkkür edirəm. Oldu, çox sağ olun, sağ olun.